Salam əziz və dəyərli izləyicilərim, dəyərli bacı qardaşlarım, yaxın əyləşin. Əgər evinizdən bolluq ruzinin əksik olmasını istəmirsinizsə, ağlınıza gəlməyən yerdən üzünüzə xeyir qismət qapılarının açılmağını istəyirsinizsə, balalarınızın işinin avant getməsini istəyirsinizsə, ümumiyyətcə evinizdə sakitlik olsun, ən əsası heç gözləmirsiniz, ağlınıza belə gəlməyən yerdən, bax, indi qulaq asıb bəlkə də deyirsiniz ki, Məryəm xanım, elə bir şey ola bilər. Bəli, bəli. Çünki Allah möcüzələrə qadirdir. Ağlınıza gəlməyən bir yerdən Allah qapınızı açacaq. Mən dediklərimə əməl edəcəksiniz. Əvvəl Allah, sonra mənim sözümə qulaq assanız, özünüz də gəlib şərhlər yazacaqsınız ki, Məryəm xanım, halal olsun sizə. Doğrudan da heç ummurdum, heç ağlıma gəlmirdi. Ay Məryəm xanım, bir möcüzə yarandı. Kimlərə demişəmsə, mənim bilirsiniz ki, qruplarım var. Çoxu bilir, bilməyənlər üçün deyim. Bir diyetolog olaraq, bir mütəxəssis olaraq qruplarımda çox, xanımlar üçün olan qrupumda xanımlar, bəylər üçün olan qrupumda bəylər, hətta tanınmışlar belə xalq artistləri var ki, inanın ki, səhifəmdə onları paylaşmışam, onların ürək sözlərini. Necə mənə qarşı o qədər sevgiləri var. Hamısı qarşılıqlıdır hər birinizə. Bilirəm ki, sizlər də gəlib yazacaqsınız. Mənim əzizlərim, çox sadə bir şeydir. Bunu sizə özdə bilirsinizmi kimdir? Sizin Məryəm bacınız, o Məryəm bacınız ki, illər əvvəl çox ölüm-dirim mübarizəsi vermiş, üstünüzə sağlıq, çox ağır-ağır xəstəliklərdən geçmiş, 8-9 dəfə narkoz udmuş, heç biri də estetik əməliyyat deyil. Məni yaxından görənlər bilir. Baxın, qırışım zadım yerindədir. Hətta burada ətlərim zadım sallanır. Mən bunları çox sevirəm. Yəni mən qocalmağımı, 54 yaşım var, yaşlanmağımı çox sevirəm. Çünki bunu Allah mənə qismət eləyib. Ən ağır əməliyyatım ağır beyin əməliyyatıdır. Yəni ondan sonra mən elə bir həyat yaşayıram ki, sıfırdan Allah bu həyatı mənə verib. Mən həmişə Allaha sığınmışam, amma adam cavan vaxtı tam başqa bir cür olur. Biraz həyat dərsi də keçirsən başına gələnlərdən. Yəni bu ağır, acınacaqlı, əzablı, yəni canımla, üstünüzə sağlıq, xəstəliklərdən mübarizə aparmış bir insan deyir ki, indi şükür olsun 54 yaşım var. Heç ağlıma gəlməz ki, 50 yaşımdan sonra mən məşhurlaşaram, məni verilişlərə dəvət edərlər, xalq artistləri, əməkdar artistlər mənim qruplarıma gələrlər, məndən razılıq eləyərlər, bütün dünyada tanınaram. Yəni bu mənim ağlıma gəlməzdi. Demək mən bunu bacarmışamsa sizlər də bacararsınız. Özdə necə bacarmışam, axırıncı 9-cu əməliyyatımdan sonra üstünüzə sağlıq, yenə 2-3 əməliyyatım olunmalı idi. Təsəvvür edin ki, mən fikirləşəndə deyirdim ki, yox, bunlardan mən daha artıq mən qutardı, da mən bu əməliyyatlardan da çıxmaram. 3 dəfə də narkoz qəbul eləsəm, çünki uzman həkimlərə gedirdim, deyirlər ancaq və ancaq əməliyyat. İndi bəzən istəyirəm ki, həmən uzman həkimlərə gedəm, deyəm ki, bəs nə oldu? Əməliyyat olunmadım siz deyənlərə, amma sıfırdan həyatım yeni. Bunlar hamısı mənim üçün hədiyyədir. Günü bugün dünyamı dəyişsəm, mən çox sevinərəm. Yəni doğmalarıma da demişəm ki, yəni bunlar mənim üçün hədiyyədir. Bu yaşadıqlarım illərdir. Yenə də deyirəm ki, bunu sizə elə bir insan izah eləyir ki, yəni nümunə məni götürün. Əgər mən sıfırdan həyata başlamışamsa, gözəl həyat yaşayıramsa, demək ki, sizlər də bacararsınız, mənim əzizlərim. Heç vaxt gec deyil. Yetər ki, eləyəsiniz. Baxın, mənim şükür dəftərlərimdir bunlar. Sayı hesabı yoxdur. İndi axırıncım budur, yazıram. Dəftərlərim hamısı dolu. Desəniz ki, har eləyirsən, Məryəm xanım, bu şirsiniz dolandan sonra, şükür dəftərlərimi dolandan sonra tullamıram. Hələ də çoxdur. Saxlayıram, yığıram mənim əzizlərim. Mən şükürlərimi yazıram. Yəni hara gedirəmsə təsbihimlə gedirəm, zikirlərimlə gedirəm, dualarımla gedirəm. 21 gün ərzində, yəni lap belə tezi 21 gündür. 21 gün ərzində istəyirsiniz dəftər götürün, yazın. İstəmirsinizsə bir yerə yazın ki, yəni bugün başladınız, 21-ci gün nə vaxtı? O 21-ci günə qədər mütləqdir ki, ağlınıza gəlməyən yerdən Allah ruzi yetirəcək, bağlı qapılarınız açılacaq. Məndə 21 gün deyil, mən ömrüm uzunu eləyirəm bunu. Yəni hər səhər yerinizdən duranda çox gözəl bir şeydir. Yerinizdən duranda deyirsiniz ki, şükür olsun Allahıma, canım fəda olsun Allahıma. Hər gün, hər bir işim, hər bir mənada bolluğa, ruziyə, uğura doğru gedir. Bunu bir neçə dəfə yerinizdə təkrar edirsiniz. Yəni 21 gün ərzində hər səhər eləyib, bunu bilinçaltı deyilən bir şey var da, o da yəni çox uzun olar, videom uzun danışsam. Yəni məndə oxuduğum kitablardan çox videolarım var, beyin cərrahlarının yazıları var ki, professordur, 40 ilin beyin cərrahıdır ki, o nə qədər həqiqətən də bilinçaltı deyilən bir şey var ki, onu dedikcə olur. Mən o dediyim sizə o xəstə vaxtlarımda ancaq otururdum,
oldum. Onu deyirdim ki, dafisyo mən neyirəm, yaşayıb, mən yenə əməliyyat olmalıyam, yenə bu, yenə xəstəlik, adamda nə qədər olar, 1 olar, 2 olar. Amma sonra ki, mən dediyim kimi, yetər deyib, mən Allaha ürəyimi bağladım və dedim ki, şükür olsun bu günümə, o qədər şükürlər elədim. Çünki bir misal var, onu artıq dərk etdim ki, nə var aclıqda, nə var varlıqda, nədir, toxluqda şükür eləməyə. Əsas məsələ aclıqda, yoxluqda şükür etməkdir və şükür etdikcə gördüm ki, Allah şükürlü günlərimi artırır, deyir, bəndəm, sən bu çətin günlərində, çünki Allah şah damarımızdan yaxındır, şükür edirsənsə, gör sənə əsl şükürlü günləri göstərim necə olur. Amma şikayət etdikcə Allaha acıq gedir, deyir ki, sən deməli bu çətinliklərə şikayət edirsən, çünki bizdən də ağır gündə olanlar var. Həmişə özünüzdən pislərə baxın, özünüzdən kasıblara baxın, özünüzdən aşağı olanlara baxsanız şükür edərsiniz və Allaha acıq gedir ki, şikayət edirsən, gör sənə şikayətli günləri göstərim necə olur. Ona görə də mən bunu dərk etdikdən sonra ancaq və ancaq gecə yerimə girəndə, səhər, gün orta otururam təsbihimdə də çəkirəm zikirlərimi elədikcə ya Fəttah, ya Rəzzaq və cürbəcür, ya Vəhhab. O qədər var ki, mücür duaları da, ayətəl kürsü də əzbər biz ailəliklə bilirik, hər səhər evimdə oxunur. Yəni ki, bu şeyləri əgər qab yuyursunuz, xanımlar, qab yuya-yuya, şükür olsun Allahıma, canım fəda olsun Allahıma, hər gün, hər işim, hər mənada bolluğa, ruziyə, yaxşılığa, uğura doğru gedir və özünüz də məhdəl qalacaqsınız ki, ağdaşlılar demişkən, baxmayaraq Rusiyada yaşayıram, 35 ildən çoxdur, amma mənim öz ağdaş ləhcəm yerindədir. Yəni məhdəl qalacaqsınız ki, nətər oldu ki, gözləmirdim, buradan Allah qapı açdı. İnanın Allaha, sizə 150% söz verirəm. Ağlınıza gəlməyən, bax indi mənə qulaq asan kimsə bilirəm deyəcək ki, ay Məryəm xanım, keyfdən danışırsan, 100 dəfə mən oturum deyim ki, mənim şükür Allaha, mənim hər gün, hər işim, hər mənada yaxşıya, uğura, bolluğa doğru gedir. 100 dəfə deyim, 1000 dəfə deyim, mən maaş almıram, mən işləmirəm, mən evdə oturmuşam, oğlumu işdən çıxardıblar, ərimi işdən çıxardıblar, misal üçün deyirəm, deyə bilərsiniz, eşidirəm, bax hiss edirəm ki, onu deyirsiniz və yaxud hansısa bəy qulaq asırdı ki, ay Məryəm xanım, keyfdən danışırsan, taksi sürürdüm, arendaya götürmüşdüm, taksini əlimdən aldılar, xarab olub maşınım, mən işləmirəm, mənə hardan pul gələ bilər? İnanın Allaha, gəlib yazacaqsınız ki, Məryəm xanım sizə halal olsun. Siz mən deyənləri eləyin, amma və lakin bir amması da var. Siz bu zikirlərinizi eləyib ürəyiniz kinlə doludursa, kiməsə arxasınca pisliklər eləməyə çalışırsınızsa, kiminsə balasına pislik, bədbəxtlik arzu eləyirsinizsə, heç vaxt xoşbəxt ola bilməzsiniz, heç vaxt bolluq, ruzi qapısını Allah açmayacaq, nə də balalarınızı xoşbəxt eləməyəcək. Çünki Allah qəlbə nəzərdir. Ancaq yaxşılıq eləyin. Tolstoyun bir sözü var, deyib, bacardıqca yaxşılıq eləyin. Yox, onu bacarmırsınızsa, heç olmasa pislik eləməyin. Böyüklərinizin xeyir duasını alın, böyüklərinizə çox gözəl ana, ata, qaynata, qaynana, onların xeyir duasını alın, onlara çox sidq ürəkdən qulluğunuzu eləyin ki, onlar sizə sidq ürəkdən halallıq versin, hamının balalarının xoşbəxt olmağını istəyin, bütün varlı devlətdə özünüzdən yüksəklərə baxın deyin, maşallah, Allah can sağlığı ilə qismət eləsin, can sağlığı ilə otursun bu evdə, heç kimin, yəni belə köks ötürməyin, heç nə deməyin, kin saxlamamaq şərti ilə mən dediklərimi etsəniz, inanın Allaha ki, ruzinizin dalı, inanın ki, o qədər töküləcək ki başınızdan, buna inanaraq, güvənərək eləyin, dəftərə də yazsanız daha yaxşı olar, yazmasanız belə əzbərdən də eləsəniz daha gözəl olar. Hər birinizin şərhlərini gözləyirəm və bugün mənim müsəlman, Allahını tanıyan, dəyərli bacı qardaşlarımdan xahiş edirəm ki, mənim videolarımın qarşısını alırlar, xalqıma səsimi çatdıra bilmirəm. Biri-birindən dəyərli sağlamlığınız üçün, sağlam olmağınız üçün videolar paylaşıram. Onun qarşısı alınır bəziləri tərəfindən, çünki tərbiyəsizliyi təbliğ etmədiyim üçün yəqin ki, bəziləri tərəfindən sevilmir. Çünki tərbiyəsizliyi təbliğ eləyənlərin videolarını paylaşırsınız, yaddaşa salırsınız, takip edirsiniz, abunə olunursunuz. Nə olar, çox xahiş edirəm, mənim dəyərli bacı qardaşım, indi mənə qulaq asan, xahiş edirəm, üstə gələyi basırsan, abunə olunursan, ekranda görürsən üstə gələyi qırmızı, istər YouTube, Facebook, Instagram, TikTok səhifəm harda olursa olsun, çox xahiş edirəm, o abunə olunan əllərinizdən öpürəm, dəyərli bacı qardaşlarım. Gözəl, çoxlu şərhlər yazın, çox-çox xahiş edirəm. Nə qədər çox şərh yazsanız, abunə olunsanız, mənim videolarım çıxar bütün dəyərli bacı qardaşlarımın qarşısına. Və bütün videolarımda dediyim kimi, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın. Çünki şükür özü də bir neymətdir. Nə qədər çox şükür etsəniz, o qədər də şükrünüz olacaq. Çünki bu şükür etməyi də Allah hər bir bəndəsinə qismət eləmir. Şükür edin ki, şükürləriniz çoxalsın, şikayətləriniz azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.